Deməli, həlqəvi qurdlarda uşaqlar yeni əlavə olan üstün xüsusiyyətlər nələrdir dedik? İkinci bədən boşluğudur dedik. Sonra bu bədən boşluğuna biz selom deyirik. Sonra qan damar sistemi ilk dəfə bunlarda yaranıbdır. Bunlardan belə deyək də, əksəriyyət bizim bildiyimiz nümayəndələrindən bir çoxu hermafroditdir, ayrı cinsi nümayəndələri də var. 3 sinfinə baxasıq biz: azqıllı qurdlar, çoxqıllı qurdlar və zəllilər sinfi. Azqıllı qurdlara soxulcan, çoxqıllı qurdlara nereid, bir də qum qurdu, zəllilər də tip zəllisi nümunəsində. Deməli, dənizdə yaşaya bilər, şirin suda yaşayan nümayəndələr var, torpaqda yaşayan nümayəndələr var, hər yerdə, göldə və s. yaşayan, fərqli mühitdə yaşayan nümayəndələri var. Növləri 8000-dir. Yenə dəri əzələk hissəsi var. Soruşa bilər sualda, dəri əzələk hissəsi nə əmələ gətirir? Dəri dediyimiz epiteli qatı, nazik dəri qatıdır. Bir qatlı epitelidir. Çünki onlar xüsusi tənəffüs orqanına sahib deyil bu əksəriyyəti. Bəzilərində var. Məsələn, qum qurdunda qəlsəmələr var. Amma soxucandan danışırıqsa onlar bədən səthi ilə nəfəs alırlar. Buna görə o dəri də səthi də nazikdir ki, oksigeni alıb kapillərlara, kapillərdəki karbon qazını geri mühitə verə bilir. Deməli, dəri əzələk hissəsini nə əmələ gətirdi? Epitel qatı, bir də onun altındakı həlqəvi və uzun nəzələr ikisini də götürəcəksiniz. Amma ümumiyyətlə sizə soruşsa soxulcanda dərinin altında bilavasitə hansı əzələlərdir? Uzundan yoxsa həlqəvi? Həlqəvi. Çünki niyə soxulcan həlqə görsənir? Dərinin altında birbaşa həlqəvi əzələlər olduğu üçün. Onun da altında indi uzunlu əzələlər yerləşir. Olur mu? Epitel, həlqəvi əzələlər, uzunlu əzələlər. Bu şəkildə qat-qat ardıcıl yerləşirlər. Sonra ikinci bədən boşluğunu dedim, saf qurdlarda ilk bədən boşluğu bir bədən boşluğu idi. Həlqəvi qurdların bədən boşluğu bir qatdan ibarət divarla örtülmüşdür. Bu ikinci bədən boşluğu və ya selom adlanır. Saf qurdlardan fərqli olaraq həlqəvi qurdların bədən boşluğu bir qatdan ibarət divarla örtülmüşdür. Yəni orada bir boşluğu idi. İndi burada onu da ayıran xüsusi bir divar var. Yəni daxili orqanlar, ümumiyyətlə orqanları bədənin divarından ayrılan bir qat var. Daxili orqanlar içərisi maye ilə dolu boşluqda yerləşir. Boşluq mayesi qurdun bədəninə möhkəmlik verərək skelet rolunu oynayır. Mübadilə proseslərində iştirak edir. Həlqəvi qurdlar 3 əsas sinfə dedik bunu. Azqıllı, çoxqıllı, zəllilər deyə 3 sinfə ayırmışdıq. Azqıllı qurdlardan soxulcana baxasıq. Onun qidalanması torpaqda yaşadığı üçün torpaqdakı çürüntülərlə təmin olunur. 180-a qədər bədəndə buğum var. Uzunluğu 10-15 santimdir. Ön hissəsində kəmər var. Kəmər çoxalmada rol oynayır. Yumurtalar qoyulur ora, sperma ora qoyulur. Oradan yumurtalar mayalanır və s. Çoxalma zamanı adətən kəmər yaranır. Burada kəmərdən gedir söhbət. Onun plakatı da var. Baxın uşaqlar, oradadır. Sonra deməli çoxqıllı qurdlar sinfindən deməli hər bədən buğumunun yan hissəsinin üzərində çoxlu qılcıq olan ayaq pərləri. Burada nə deyir? Buna baxın. Burada bədənin ön hissəsində də çıxıntılar, qılcıqlar çoxdur. Ümumi bədəndə də ayaq pərlər dediyimiz dəri çıxıntıları var. Onlar çoxdur. Sinfin adı buradan götürülür. Misal olaraq nereidi və qum qurdunu göstərə bilərik. İkisi də əzəldə yaşayır. Qum qurdunda, ümumiyyətlə heyvanlar aləmində olan ilk dəfə tənəffüs orqanı qum qurdunda əmələ gəlibdir. Qəlsəmələrdir bu. Nereiddə isə yoxdur. Bədən səthi ilə geri qalanlar tənəffüs edir. Sonra bax, burada düşür, testlərdə düşür. Nereidlər qumda və lildə qazdıqları yuvada yaşayır. Dənizdə. Buğumlu bədənlərində baş, gövdə, quyruq hissə asan seçilir. Bura diqqətli olun. Ümumiyyətlə, heyvanları keçəndə bədən neçə hissədən ibarətdir, burada diqqətli olun. Baş, gövdə, quyruq nereiddə olan hissələr kimi verilir. Başda 2 cüt göz var, yəni 4 dənə göz. Bir cüt lamisə çıxıntısı var. Qolcuqlar və çənələrə malik ağız var. Bu olur nereid. Nereid hansıydı? Burada gördüyümüz çıxıntılı qılcıq şəkilli pərlərə sahib olanında olan xüsusiyyətlərdir. 4 göz,
qolcuq çənələrə malik ağız, bir cüt lamisə çıxıntısı. Bir də bədənin şöbəli yerləşməsi. Əslində qalsa bədən burunda görsənir o cürə aydın qum qurdunda. Amma bilmirəm orada kimi veriblər. Burada baş, gövdə, quyruqda aydın seçilir qum qurdunda. Amma o bura üçün yazıblar. Bəlkə də məlumat qarşılıqdır, amma elə verib. Sonra zəlilər yırtıcı parazitdirlər. Yırtıcı və ya parazit həyat tərzi keçirirlər. Qan sorurlar deyə belə qeyd olunur. Bədəni buğumludur. Buğumlar birləşərək ön-arxa tərəfdən 2 ədəd sormac əmələ gətirir. Ön-arxa tərəfdə. 2 sormacı var yenə. 2 sormac, bax, bəzən suallarda düşür, 2 sormaca sahib olanları seçin. Sormacların sayını görə seçin, belə. Qaraciyər sorusunu gördük. Qaraciyər sorusunun quyruqlu sürfəsində 2 sormac gördük. Burada da 2 sormac var. Ön tərəfdəki kəsir, sorur, arxa tərəfdəki yapışır. Dərini üçbucaq şəklində kəsir, ora tüpürcəyini buraxır, onun içində hirudin deyilən maddə var, o qanı duruldur və sorarkən qan laxtalanmır. Eyni zamanda həmin maddə ümumi bədəndə qanın qatılaşmasının qarşısını alır, yəni biraz daha durulaşdırır. Bu da qan dolaşımını yaxşılaşdırır, qan təzyiqinin aşağı düşməsinə səbəb olur, müəyyən qədər oradan qanın çıxarılması bədəndən. Əgər zəli yoxsa onu şprislə də çox yüksək təzyiqdə edirlər, damardan bir miqdar qan çıxarılır. Yəni bu cəhətdən zəli faydalıdır. Yoxsa zəli imini zəhərli qanı sormur. Elə bir şey yoxdur. Sonra deyir ki, həldəqəvi qurdların bəzi nümayəndələri bir çox balıqların qidasını təşkil edir. Bu da təbiət üçün faydalıdır. Həm də üzüm maddələr bağırsaqdan keçərək torpağın çürüntü ilə zənginləşdirilməsi, suyun bioloji təmizlənməsində iştirak edir. Onu da soruşa bilər. Yəni belə xüsusiyyətlər varmı? Hansıdır? Həldəqəvi qurdlar üçün aid olan. Sonra uşaqlar burada həldəqəvi qurdlardan solucanın ümumi quruluşunu böyük şəkildə görə bilərsiniz. Gəlin baxaq, nələrə baxdıq. Ağız bu tərəfdir, bədən arxa tərəfidir bu yan. Ağızdır, burada görürsünüz. Sonra udlaq gəlir, həzm kanalında ardıcıllığa diqqət edin. Ağız, udlaq, bax buradan gəlir ağız, udlaq. Qida borusu da var, baxın. Sonra nə gələcək? Mədə, çinədandan sonra çinədan, sonra mədə, 2 şöbəli kimi belə verilir. Sonra bağırsaq gələcək. Burada uşaq mədə var. Sonra mədə bundan qabaq görmüşdükmü? Bundan qabaq hansısa bir heyvanda mədə gördükmü? Görmədik. Deməli, həzm sistemində mədənin olması burada ilk yaranıb. Sonra qan damar sisteminə fikir verirsiniz, ürək yoxdur yenə. Dırnaq arası ürək udlağın kənarında olan 5 ədəd döyünən iri damarı təmsil edir. Onlar qan dövranını təşkil edir. Bunlarda ilk dəfə qapalı qan damar sistemi yaranıb. Təkamüldə deməli, ilk dəfə qan damar sistemi yaranan heyvanda qapalı qan damar sisteminin olması, yəni qanın ancaq damarlarda hərəkət etməsi, o deməkdir ki, qapalı qan damar sistemi açıq qan damar sistemindən nisbətən daha qədimdir. Daha sonraki heyvanlarda açıq qan damar sistemi yaranır, amma sonra yenə qapanır. Qapanır ki, damarlarla hərəkət edib bədənin ən ucqar nöqtələrinə kimi qan çatdırıla bilsin. Bədən boşluğuna tökülən qan ancaq ora yaxın orqanların hüceyrələrini qidalandıra bilirdi də. Amma heyvanların ölçüsü artdıqca, siz fikir verin, geriyə qan damar sistemi qapalı olur və bütün kapilyarlar tük kimi əhatə edib, bədən hər yerini əhatə edib, ora həm qida maddələrini, həm qazların ifadəsini çatdıra bilirlər. 2 damardır, bel qan damarı, qarın qan damarıdır uşaqlar. Deməli, qanın hərəkəti qarın qan damarında, bel qan damarında elə bil ki, neştərçənin tam tərsidir. Neştərçədə qarın qan balıqlarda kimi, qarın qan damarı ilə bədən ön tərəfinə gəlib, bellə arxaya gedir. Burada tərsinə saat əqrəbi istiqamətindədir. Bel qan damarı ilə arxadan önə saat əqrəbi istiqamətində bildiyiniz kimi. Qarın qan damarı ilə isə öndən arxaya doğru bu şəkildə hərəkət edir. Balıqların, neştərçənin tam tərsi. Sinir zənciri, udlaq üstü sinir düyünü, udlaq altı sinir düyünü, qarın sinir zəncirini əmələ gətirir və düyünlü sinir sistemidir burada, gördüyünüz kimi. Bədənin ön və arxadan bir neçə düyümündə sinir düyünü olmur, buğumunda daha doğrusu. Bir də ifrazda sistemi orqanları metanefridilərdir bunlarda. Qıf şəkilli borucuqlardır. Onlar hər buğumda bir qıf şəkilli borucuq yerləşir.